olsun, xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbər və təlimçisi Aytəkin Rəsulova. Bu gün sizə MİQ və sertifikasiya imtahanına düşən əsl qəbul tipli sualın izahını vermək istəyirəm. Qeyd edim ki, qəbula düşən suallarımız tam bu formatda düşür və hətta bura mən cəmi indi axırına 2 dildən mövzu istəmişəm. Hətta bura 3, 4, təfəkkürün növünü, bilik növünü, taksonomiyanı, bir neçə komponentləri bura əhatə edib bu sualı daha da çətinləşdirmək olardı. Gəlin başlayaq sualımıza və qeyd edeyim ki, həm MİQ həm də sertifikasiyaya mütləq düşən mövzumuzdandır. Sual belədir. Müəllim mürəkkəb isim mövzusunu keçir. İsimlər hansı yollarla yaranır? Necə yazılır? Və sair kimi hallar uşaqlara izah edilir. Mənsubiyyət çəkilicilərinin birləşməsi ilə yaranan suiti, dağ keçisi, bazar düzü və s. mürəkkəb sözləri izah edən zaman mənsubiyyət çəkilicisi nədir deyə sual verir və izah edir. Leyla evə gedərkən yolda gördüyü əşyalara, həyətlərindəki heyvanlara mənsubiyyət çəkilicisi əlavə edərək dərsi yaxşı anlamağa çalışır. O bilir ki, bu ona dərsi daha yaxşı qavramağa kömək edəcək. Hər zaman sualı bir dəfə ümumi oxuyuruq və dalınca hissə-hissə ayırmağa çalışırıq. Deməli, müəllim bunlara mürəkkəb isim dərsini keçir. Şagirdlərə həmçinin bu zaman mənsubiyyət çəkilicisini də izah etməyə başlayır. Deməli, müəllimin məqsədi burada şagirdlərə isim dərsini tam izah etməkdir. İsimdir. İsim keçib uşaq, öyrəndi və uşaq dərsdən çıxıb evdə yolda gedərkən gördüyü əşyalara, həyətlərindəki heyvanlara mənsubiyyət çəkilicisi artırır. Artıq uşaq sinifdə keçdiyi dərsi həyata inteqrasiya edir. Burada bizim birinci növbədə fənn-üstü inteqrasiyamız var. İkinci, isim dərsi bir mövzudur. Mənsubiyyət çəkilicisi isə ikinci bir mövzudur. Amma hər ikisi eyni sinifdə keçirilir. Ona görə bu Azərbaycan dilinin fənn-daxili inteqrasiyasına aiddir. Hansı ki, biri əvvəldə, biri sonrada keçirilən mövzudur. Burada fənn-daxili üfüqi inteqrasiya var. Yaxud da fənn-daxili onu verə bilərdik. Fənn-daxili inteqrasiya var. Çünki Azərbaycan dilidir, mənsubiyyət bir dərsdə, isim bir dərsdə, 2 dənə dərs var, fənn-daxili. Və şagird bunu evə gedəndə özü axtarıb, evə gedəndə bunu öyrənməyə çalışıb. Fənn-üstü inteqrasiya var, 2 inteqrasiya. Keçək indi kompetensiyaya. Bu da deyir ki, şagird bilir ki, bu yoldan getmək, bunu heyvanlara, yolda gördüyü əşyaya əlavə etmək ona dərsi daha yaxşı anlamağa kömək edəcək. Deməli, uşaq özünü tanıyır, özünü dərk edir. Uşaq bilir ki, dərslə bağlı ona nə kömək edə bilər. Təbii ki, şagirddə burada həm özünün öyrənməyə həvəsi var deyə, öyrənmək kompetensiyası özü bunu evdə edir. Həm də uşaq özünü dərk edir ki, bu mənə kömək edir. Həm də bu uşaqda şəxsi sosial var. Yəni, bu kompetensiyanı bilirdiniz ki, adları ayrı-ayrı da düşə bilərdi. Adı bütöv də verilə bilərdi. Ayrı-ayrı da düşsə, bütöv də verilsə, hər ikisi eyni mənanı ifadə edir. Deməli, şagirddə şəxsi sosial və öyrənmək kompetensiyası var, fənn-daxili və fənn-üstü inteqrasiya var. Cavabımız olacaqdır D bəndi.